Salam, hər vaxtınız xeyir olsun. Sualımızda qeyd olunur ki, 1-ci Dünya Müharibəsi dövründə ABŞ-nin bitərəflikdən imtina etməsinin səbəbi oldu. Müharibə dövründə ABŞ-nin Almaniya və müttəfiqlərinə mali yardım etməsi, Almaniyaya yardım göstərməyib, yanlışdır. Yaponiyanın ABŞ-nin Sakit Okean mülklərinə zərbə endirməsi, bu 1-ci Dünya Müharibəsinə aid deyil, çünki müttəfiqliyə əlaqələr saxlayırdı. Atlantika Xartiyası 2-ci Dünya Müharibəsinə aiddir. Müharibə dövründə ABŞ-ın ticarət gəmilərinin vurulması da, yəni burada müharibə dövründə ABŞ-ın ticarət gəmilərinin vurulması. Çünki burada ABŞ və Almaniya müttəfiqlərinə mali yardım göstərirdi. Almaniyaya yardım göstərmirdi, deməli. Bu yanlışdır. Yaponiyanın ABŞ Sakit Okean mülklərinə zərbə endirməsi 2-ci Dünya Müharibəsinə aid, Atlantika Xartiyası aid deyil. Müharibə dövründə ABŞ-ın ticarət gəmilərinin vurulması, Lend-Liz haqqında qanunun qəbul edilməsi. Lend-Liz haqqında qanun 2-ci Dünya Müharibəsi dövründədir. Deməli, sualın doğru cavabı D variantında verilib. Digər bir sualda 18-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələri zamanı bağlanmış müqavilələr. Burada 18-ci əsrdə baş vermiş deyirsə, Səfəvi Osmanlılar arasında demək Kirmanşah müqaviləsidir 1732. Mərənd 1618 olduğunu götürmürük. Bağdad 1733 olduğunu üçün bunu götürə bilərik. İkinci Bağdad 1612 olduğu üçün götürməyəcək. Deməli 1-3B variantında verilmişdir o cavab. Asuriyanın Mana ərazisində hücum etmə səbəblərinə aid deyil, ulusunun Urartu ilə yaxınlaşması aiddir. İskit padşahlığı ilə ittifaq qurması aiddir. Manada vaxtı-vaxtına xərac alınmasının təmin edilməsi, bunun deməli, sonra Mananın Midiya təcavüzündən qorunması. Yanlış cavabımız Midiya təcavüzündən qorunması, yəni D variantı uyğun cavab olacaqdır.